Salam, xoş gördük. Bugün 100% alınan mükəmməl, dadlı və ləzzətli tort resepti paylaşacağım. Ərzaqları çox azdır və asanlıqla hazırlanır. Əgər resepti dəqiqliklə etsəniz, onda çox gözəl nəticə əldə edərsiniz. Qonaq süfrəsi üçün və ya qonaq getdiyinizdə apara biləcəyiniz ən gözəl tort resepti olar. Mütləq sınayın, həm yumuşaq, həm də dadlıdır. Keçirəm hazırlanma qaydasını. 300 qram un götürmüşəm və bura 180 qram ev şəraitində yağ, kərə yağı götürürəm və unla umaç ovuram. Bu şəkildə umaç halına gətirdikdən sonra indi isə ərzaqları əlavə edəcəm bura. Demək, burada 100 qram şəkər, 2 yumurta, vanilin əlavə edirəm və xəmir yoğururam. Orta yumşaqlıqda xəmir olacaqdır xəmirimiz. Bu şəkildə və əgər görsəniz ki, qatı alındı, xəmiriniz bərkdir, onda bir yumurta əlavə edə bilərsiniz. Xəmir bu şəkildə alındı və bir hissəsini, balaca bir hissəsini, kiçik bir hissəsini götürürəm, dondurucuya qoyuram. Üzəri üçün istifadə edəcəm. Yerdə qalanını isə bişirəcəyim qaba bu şəkildə əvvəlcə ayrı yerdə mən əvvəlcə yayıram, daha sonra qaba qoyub, qabın bütün səthini bu şəkildə əvvəlcə stəkan vasitəsilə, daha sonra əlimlə qabın hər tərəfinə yayıram. Bu şəkildə alındı. İndi isə keçirəm içliyi hazırlanmağa. İçliyi üçün 500 qram smetan götürmüşəm. Smetan faizindən asılı olmayaraq götürə bilərsiniz. 4 yumurta, 150 qram şəkər, 2 paket vanilin əlavə edirəm və yaxşı-yaxşı qarışdırıram. Əvvəlcə yumurta smetanla qarışdıranda özünüz görürsünüz. Burada göstərəcəm yaxından, çürüntü kimi olur. Daha yaxşı çox qarışdırdıqda isə yaxşı alınır. Nəticə bu şəkildə gördüyünüz kimi yaxşı alındı. İndi isə bura əlavə edirəm mən nişasta. 4 dolu xörək qaşığı, 4 dolu yarım da edə bilərsiniz. Nişasta əlavə etdim, yaxşı-yaxşı qarışdırıram. Bir də mən bura içərisinə əlavə edəcəm. Hər kəs necə istəyirsə əlavə edə bilər. Mən kayısı və ya ərik qurusundan istifadə etdim. Sizlər də istədiyiniz kimi meyvələrdən istifadə edə bilərsiniz və ya meyvə qurusundan istifadə edə bilərsiniz. Xəmirin üzərinə əlavə edirəm, yerdə qalanda içliyi və dondurucudan götürdüyüm xəmiri üzərinə rəndədən bu şəkildə keçirdirəm. Hər tərəfinə çalışıram ki, hər tərəfini tutsun. Bu şəkildə hər tərəfini tutur və qoyuram mən sobaya 180 dərəcədə bişiririm. Əgər üzəri gördüyünüz ki, tez qızarır, onda üzərinə açdır kağızından da istifadə edə bilərsiniz. Tam soyuduqdan sonra, hardasa 3-4 saat keçdikdən sonra soyucuda soyutmaq lazımdır mütləq və tam soyuduqdan sonra bu şəkildə mən kəsirəm. İnanın ki, xəmiri çox dadlı olur, peçenya kimi dadlıdır, xırçıltılıdır, içəri isə çox yumşaq olur. Bu şəkildə çox gözəl bir nəticə alınır. Dadı da, ləzzəti də çox gözəl olur. Artıq yumşaqlığını videonun əvvəlində mən sizə göstərmişdim. Bu isə ikinci dilimdə sizə göstərim. İçərisində bir baxın, çox gözəl alınır. Mütləq hazırlayın. Gördüyünüz kimi ərzaq çox az gedir və hazırlanma qaydası da çox asandır. Bir şey də deyim ki, siz burada smetan əvəzinə qatıqdan da istifadə edə bilərsiniz. Qatıq şirin olmalıdır. Biraz da suyu susuz olmalıdır daha doğrusu. Suyu az olsa çox yaxşı alınır. İzlədiyinizə görə təşəkkür edirəm. Hələlik.